Yaxşı tutmalıysa nail İlk baxışdan görkəmsiz görünən bu evdə onlarla uşaq dil açır, toxunmağı, gözə dik baxmağı öyrənir. Bu uşaqların bir söz deməsi belə valideynlərini sevindirir. Sonum saysın. 1, 2, 3, 4, 5, 6. Bu kiçik məkan avtizm sindromlu uşaqların mərkəzidir. Belə uşaqlar daim özləri ilə oynayır, ətrafa maraq göstərmirlər. Avtizm yaradan səbəblər sırasında yuxulanmadan vurulan peyvənd, genetik, psixoloji və müxtəlif infeksiyalar sadalanır. Avtizm təxminən 3 yaşda başlayır və məhdud hərəkətlərə gətirib çıxarır. Avtik uşaqları çağıranda cavab vermirlər. Göz ünsiyyəti, sosial bacarıqları olmur. Qarpız, Karpuz. Nədir bəs? Banan. Afərin, əl çalırıq Sevda. 8 yaşlı Sevda 2 ildir ki, avtizm defektoloji və psixoloji yardım mərkəzinə gəlir. Anası Nübar Əhmədova razıdır ki, Sevdanın vərdişlərində xeyli inkişaf var, amma daha yaxşı ola bilərdi, deyir. Təcrübəli müəllimələr, şərait, ən çox şərait lazımdır. Ünsiyyət daha çox məşğuliyyət. Mən onda görürəm bir effekt. 16 manat pul verirəm, hələ birinə. İndi hesabla da, 10 dənə, 15 dənə mən oyuncaq alanda mən nə qədər pul verməliyəm? Çünki bunlar biz bununla işləyirik. Avtizm defektoloji və psixoloji yardım mərkəzinin rəhbəri Çiçək Məmmədli bu 3 darısqal otaqda təlimçilərini başına yığıb avtik uşaqlarla məşğul olur. Sponsor axtarıram ki, orada mənim yerim var artırmağa. Daha bir 2-3 otaq artsa, mən özüm də rahat orada oturaram. Verərəm buranı akpeşin terapistə, verərəm musiqi terapistinə, məsələn. Çiçək Məmmədli deyir ki, Azərbaycanda sırf avtizm üzrə mütəxəssis yoxdur. Məsələn, mərkəzin əmək terapevti Tinatin Namazova bu sahə üzrə bilgiləri digər fərdi təlimlərdə öyrənib. 2009-cu ildən bu yana dövlət hesabına, dövlət buna vəsait ayırır. Başqa bir layihələr, Əmək Əlinin Sosial Müdafiəsi Nazirindən, onlar gedirlər, oxuyurlar, təlimçilər. Onu biz görmürük. Amma mənim təlimçilər, mən onlara da müraciət elədim ki, o təlimçilərdən bizə gəlsinlər kurs keçməyə. Amma mənim təlimçilərim hamısı volontyorlar olur. Bu volontyorlar da gedir, məsələn, bizdən əvvəl yaranmış mərkəzlərdə sırf autizm üzrə yox. Məsələn, psixoloq üzrə volontyor olur, defektolog. Azərbaycanda avtik uşaqlar üçün nəinki məktəb, iş yeri yoxdur. Onlara avtizm diaqnozu da çox vaxt başqa ölkələrdə qoyulur. Dövlət büdcəsindən vəsait ayrıldıqda birbaşa avtizm deyil, ümumi olaraq əqli cəhətdən əngəlli uşaqlar nəzərdə tutulur. Atması. Bu görsüz barmaqlar boşdur. Belə dik tutub nəyəsə basmaq, nəyəsə bərk tutmaq yoxdur bunlarda. Əsmər Quliyeva oğlu İslamın avtizm sindromlu olduğunu İranda müayinə zamanı öyrənib. Əslində bu uşaqların dərdi dərmanlıq deyil. Yəni məşğələ, mütləq məşğul olmaq lazımdır. Həvəsi nə edirsə ora yönləndirmək lazımdır. İslamın məsəl üçün musiqiyə çox həvəsi var, dəhşət. Yəni hissiyatı, musiqi duyumu çox güclüdür də. Yəni bütün günü musiqi olsun, yəni ritmi tutur. Çocuklara balıq yedirtmiyoruz, balıq tutmaq öyrədiyoruz ki, ömrünün sonunacan yeyə bilsin. Mərkəzin rəhbəri Antalyadakı avtizm məktəbini misal çəkir. Onların avtik uşaqları necə inkişaf etdirməsindən danışır. Məsələn, müxtəlif peşələr var, məsələn, toxuculuq var ki, hansı ki, o həmin işləri görən zaman birincisi əsəbləri sakitləşir, ikincisi vərdiş alır, üçüncüsü maddi maraq var orada. Orada həmin işlərdə o uşaqlara əmək haqqı da verirlər. Həmi məktəb dövlət tərəfindən qarşılanır, ödənişsiz olur, uşaqları məktəbə gətirən nəqliyyat olur, xüsusi nəqliyyat. Həm də o uşağın orada işləməyə müddətə işlədiyi əl işlər, əmək haqqısı qarşılıqlı ödənir uşağa. Avtizm mərkəzi 2008-ci ildə yaransa da 2011-ci ildə rəsmi qeydiyyatdan keçib. Hazırda mərkəz həm də maarifləndirmə ilə məşğul olur. Qəzet və saytları da bunda işlərinə yarayır. Bu artıq hamı tərəfindən anlanırsa, hamı tərəfindən başa düşülürsə, indi kimsə nə vaxtsa bizə də sahib çıxacaqlar. Bu yöndə nəsə məktəbmi, mərkəzmi, nəsə bir şeylər olacaq. Yəni olsa çox sevinərdik, çox şad olardıq. Çünki dayanmadan artır. Avtizm defektoloji və psixoloji yardım mərkəzinin məlumatına görə indi ölkədə 4000-dən çox belə uşaq var. Səhiyyə Nazirliyinin məlumatına görə isə Bakıda rəsmi qeydiyyatdan keçmiş 150 avtizm xəstəsi var. Səhiyyə Nazirliyinin sözçüsü Anar Qədirli müvafiq dövlət proqramı qəbul olunarsa, imtiyazlı dərmanların verilməsini, uyğun mərkəzlər yarada biləcəyini də istisna etmir.